Salamlar hər kəsə. Bu videoda Oğuz türklərinin Qarevli boyundan danışacağıq. Videoya keçmədən öncə bunu söyləyim ki, ilk Oğuz türkləri haqqında məlumat verəcəm. Çünki Oğuzlar haqqında məlumat sahibi olmadan Qarevli və ya Qayıb kimi boyları anlaya bilmərik. Oğuz sözünə ilk diqqət yetirək. Bizim dilimizdə istifadə etdiyimiz tayfa sözü ərəbcədən gəlir. Onun yerinə qədim türklər Oğuz sözündən istifadə ediblər. Oğuz tayfa deməkdir. Daha doğrusu, oğ kimi birliyi olan klan və ya birlik, bölük, cəmiyyət və s. Yəni 9 Oğuz və ya 3 Oğuz o deməkdir ki, 9 tayfanın ittifaqı və ya 3 tayfanın ittifaqı. Digər bir versiya isə Oğuz sözünün öküz sözündən gəldiyini iddia edir və bu yenə də güclü mənbə deyil. Çünki öküzlər güclü olduğundan və kişiliyin simvolu sayıldığından bir çox tarixçiyə görə Oğuz sözü öküz sözündən gəlir. Bir növ Avrasiya çöllərindəki bir çox tayfa əslində Oğuz adlandırılıb. Məsələn, 9 Oğuzlar Uyğur türkləridir. Yəni 9 dənə tayfa birləşib ortaya Uyğurlar çıxıb. Və yaxud da ki 40 dənə Oğuz birləşib, yəni 40 Oğuz, Qırğız tayfası yaranıb. Yəni Qırğız sözü də 40 Oğuzdan gəldiyi düşünülür. Manzuriyadan Krıma qədər uzanan böyük Göytürk xaqanlığı türk tarixi üçün çox mühümdür. Həmin ölkənin qurucuları olan Aşina klanı kiçik bir Hun tayfası idi. Buna rəğmən bütün Oğuzları və digər türk xalqlarını bir arada toplamağı bacardı. Bununla da onlara ortaq bir ad verdi. Tayfanın adını, yəni türk adını qəbullanan Oğuzlar haqqında böyük Göytürk xaqanı Bilgə xan deyib: Oğuzlar mənim öz millətimdir. Böyük türk xaqanlığı parçalandıqdan sonra isə qərb qolunda yaşayan Oğuzlar bir-biri ilə birləşib yeni bir türk xalqını formalaşdırdılar ki, biz bu gün onlara 24 Oğuz deyirik, yəni biz yollar. Uyğurlara 9 Oğuz, Qarlıqlara 3 Oğuz dediyimiz kimi də özümüzə də 24 Oğuz deyə bilərik. Çünki biz Oğuzların inanışına görə Oğuz xanın 2 oğlu olmuşdur. Onların hərəsinin də 3 oğlu olub, beləcə 6 oğuldan da 4 oğul törəyib, yəni ortaya 24 oğul çıxıb. Təbii ki, fərqli kökdən gələn insanları bir arada tutmaq üçün ortaya atılan bu hekayə öz dövrünə görə çox önəmə sahib idi. Belə ki, Göytürklərin çöküşündən sonra Türkiş xaqanlığı ilə bərabər İslam ordularına qarşı savaşan 24 güclü tayfa daha sonra Aral gölü ilə Xəzər dənizi arasında Yabqulub quraraq Xəzər xaqanlığına tabe oldu. Fəqət Xəzər xaqanlığı da çökdükdən sonra məcburi surətdə cənuba endilər. Bu sırada bütün Orta Asiyaya yayılmış Oğuzların böyük qismini özünü 24-lüklərin qınıq qolundan olduğunu iddia edən Səlcuq bəy ətrafına yığa bildi. Bir çox tarixçiyə görə Səlcuq bəy özünü legitimlik qazanmaq üçün qınıq boyundan olduğunu iddia etmiş və beləliklə Oğuzları ətrafına yığmışdır. Həyatda qalmaq və yeni yerlər fəth etmək üçün 24 Oğuz tayfası ilk Qarluq türklərindən olan Qəznəvilərin üzərinə yeridi. Baş vermiş Dəndənəkan savaşında azsaylı Oğuz orduları çox böyük Qəznəvi ordusunu məğlub etdi. Bununla da bütün Orta Şərqə yollar açıldı. Bizim bugünkü mövzumuz xüsusilə də bu 24 Oğuz tayfasından biri olan Qarevlilərdir. Öncədən bunu söyləyim ki, təəssüf ki, bu qol haqqında kifayət qədər mənbəyə sahib deyilik. Buna görə də fərqli yerlərdən topladığım mənbələrə əsasən çıxış edəcəm. Qarevlilər Oğuz xanın Bozoq adlı oğlunun Gün xan adlı oğlundan gəlirlər. Ümumiyyətlə Qarevlilər və ya Qara bölüklülər kimi adlandırılan bu tayfalar Bozoqlardan, yəni Oğuzların elitasından gəldiyi məlumdur. Qədim türklərdə yaş çox böyük önəm kəsb etdiyindən böyüklər daha elit, daha idarəçi, daha aristokrat sayılırdı. Buna görə də Bozoq yaşca böyük olduğuna görə 3 oğdan, yəni kiçik qardaşından törəyən tayfalardan Bozoqdan törəyən tayfalar daha üstündür. Bir növ idarəçi təbəqə Bozoqlardır, savaşan tərəf isə üç oğlardır. Yəni Qarevlilərin Oğuzların seçkin tayfalarından biri olduğu məlumdur. Onlara ən yaxın boylar isə öz yüksək mədəni dəyərləri ilə seçilən bayatlar, şanlı Osmanlı imperiyasını qurduğu iddia edilən qayılar və digər tayfa Ağ və ya Alcevlilərdir. Xüsusilə qayılarla və bayatlarla çox yaxın olan böyük evlilər və yaxud da ki qara evlilər, çünki qədim türk dilində böyük sözü qara deməkdir, Qaşqaçur adında bir şəxsdən gəlir. Belə ki Göytürk zamanında türklərə əsir düşmüş bu savaşçı daha sonra türklərin rəğbətini qazanmış və azad bir şəxs kimi Göytürklərin içərisində yaşamışdır. Və ondan törəyən şəxslər qara evlilər olmuşdur. Yəni böyük evə, böyük çadıra sahib olanlar. Türklərdə köləlik institutları formalaşmadığı üçün gətirilən qullar əgər üstün keyfiyyətlərə sahib idisə, sonradan xalqın bir parçası olurdu. Qaşqaçur da onlardan biridir. Bu təbii ki iddialardan biridir. Biz Qarevlilərin tam olaraq Qaşqaçurdan gəldiyini bilmirik. Sadəcə bu iddiadır. Dədə Qorqudda da Qarevlilərin savaşçı bir toplum olmasından xəbər verilir.
onlara yenə də az diqqət göstərilsə də, haqlarında ağsaqqal, elita, samballı bir tayfa kimi danışılır. Dədə Qorquddakı hökmdarlarının adı Qalxan xandır. Qalxan sözündən də bəlli olduğu kimi bu adam savaşçıdır və Qarevlilərin başçısıdır. Çox sadiqdir və xüsusilə ən üstün xüsusiyyəti sonuna kimi mübarizə aparmasıdır. Bu tayfanın ən əsas xüsusiyyəti bayaq dediyim kimi sadiqlikdir. Hər zaman örf-ənənəyə sadiq olur, öz müttəfiqlərinə bağlı olur. Qarevlilərin zamanla ad dəyişmələri, onlarla bağlı aparılan araşdırmaları çətinləşdirdiyi düşünülür. Hələ bəzi tarixçilərə görə Qarevli sözü qara öyülüdür ki, o da qara papaq geyinənlər mənasını verir. Bu da bir növ tərəkəmə, yəni qara papaqla eyniləşdirilir. İndi keçək Oğuzların antropoloji quruluşuna. Əl-Məsudi Oğuzlar haqqında türklər arasında ən cəsurlarıdır. Gözləri qıyıqdır və ya badanvaridir. Boyları isə digər türk xalqlarından qısadır demişdir. Ərəblərin Oğuzlarla bağlı müsbət fikirdə olmasının ən böyük səbəbi Oğuzlarla türk işlərin bərabər savaşaraq ərəbləri məğlub etməsidir. Həmçinin Oğuzların İslam xilafəti üçün general kimi xidmətlərdə oldu. Oğuzlar Şərqi Avrasiya kökənli olduğuna görə gözləri qıyıq olub. Amma zamanla qərbə köç etdikcə bu xüsusiyyətlərini itirmişdirlər. Bütün xalqların başına gələn bu proses türklərin də başına gəlmiş və digər xalqlarla qarışmışdırlar. Türklər xüsusilə egzoqamiyaya daha çox önəm verirlər. Yəni başqa millətlərin evlənməyi daha üstün tuturlar. Buna görə də türklər başqa millətlərlə qarışaraq zamanla daha böyük bir millətə, daha güclü bir millətə çevrilmişdir. Boylarının kiçik olması ilə bağlı bunu söyləyə bilərik ki, çox tez inkişaf elədiklərinə görə 18-20 yaş arası boyları uzanmağı dayandırır. Yəni plaklara bağlanır. Bir çox step canlısı, yəni Bozqırda yaşayan digər canlılar da daha kiçikdir. Buna misal olaraq biz Bozqır atlarını göstərə bilərik. Bunu da söyləməliyik ki, müasir insanlar orta əsrlərdəki və yaxud da ki daha qədim dövrdəki insanlardan daha uzundular. Yəni əgər Əl-Məsudi Oğuzlara qısa deyirsə, bu o deməkdir ki, həmin Oğuzlar 155-165 sm arası olublar. Əlavə olaraq, bunu da deyim ki, Çin mənbələrinə görə dağlarda yaşayan qırğızlar türklər arasında ən uzun boylular olublar. Yəni uzun boylu türklər də var, sadəcə Oğuzlar qısa sayılır. Oğuzlara, Qarevlilərə qayıdaq. Qısa boy olmaları əslində onlara böyük üstünlük verirdi. Qısa boyluları kardiovaskular sistemi daha güclü olur və daha dözümlü bədənə sahib olurlar. Uzun müddətli yürüyüşlər və savaşlarda da buna ehtiyac vardır. Oğuzların görüntüləri isə Avropoid ilə sarı ilgin, yəni asiatikin qarışımıdır. Burunları düzdür və qismən kiçikdir, almacıq sümükləri isə çıxıntılıdır. Bu kimi xüsusiyyətləri bir növ onları asiatik eləyir. Eyni zamanda gözləri ya qıyıqdır ya da kiçikdir. Amma paraleldə həm də sarışındırlar, açıq rəngli saçları və dəriləri var, yaşıl və mavi gözlərə sahibdirlər, daha bilinən çənə xətlərinə, yəni çənə xətləri daha çox kəskindir. Bu tip xüsusiyyətlərinə görə isə Avropayi tipə sahibdirlər. Yəni iki fərqli tipin qarışımından Oğuzlar ortaya çıxır bir növ. Normalda Asiyalılarda saqqal gür inkişaf etməz. Oğuzlarda bu çox gürdür. Yəni bir Asiyalıya baxırıq, bir Çinliyə və ya Yapona saqqalının çox güclü çıxmadığını görürük. Amma İbn Fədlana görə ki, o qədim Oğuzları görüb, saqqallarının və saçlarının çox uzun olduğunu deyirdi. Və zamanla onların saqqalları rəngi müəyyən qədər qızarır ki, bugün Azərbaycanda bir çox adam hələ də buna sahibdir. Qədim mənbələrə əsasən bədənləri atletikdir, yəni güclüdür. Onları qismən qısa boy güləşçilər kimi düşünə bilərik. Qədim Roma Yunan mənbələri onlardan çox güclü savaşçılar olaraq bəhs edir. Şalvar çox geyinərlər. Bunun səbəbi ömürlərini at belində keçirməkləridir. Kəmər ən önəmli geyim aksesuarlarından biridir. Qədim türklərin hamısı kimi Qarevlilər də börk geyinərdilər. Qarevli boyunun siyasi tarixi ilə bağlı konkret fakt olmasa da, onların qılıq boyunun qurduğu Səlcuq imperiyasının bir parçası olaraq İrana, Qafqaza və Anadoluya girdiklərini bilirik. Qafqazda Arana və Qarabağa yerləşiblər. Səlcuq sultanı Alparslan'a xidmət edən sərkərdə Mahmud Qarevli Türk tarixinin ən böyük savaşlarından biri olan Malazgirddə Alparslan tərəfində savaşmış və qalib gəlmişdir. Malazgirddə Bizans orduları darmadağın edildikdən sonra Qarevlilər Anadoluya yerləşdilər. Daha sonra isə Qayı boyundan gəldiyini iddia edən Osman oğullarının bir parçası oldular. Yəni onlara dəstək durdular. Öncə söylədiyimiz kimi onlar Qayların birbaşa qardaşları idilər. Osmanlı tarixində Qarevli adını daşıyan sərkərdələr olub. Onların Yeniçəri ağası olmaması bizə əsas verir ki, onlar Oğuz türk olublar. Yəni bilirsiniz ki, kölə olub müsəlmanlaşdırılan şəxslər Yeniçəri ağası olurdu və yaxud da ki, Yeniçəri olurdu.
Osmanlı ordusunda savaşan Akıncı birlikləri, yəni öncü birliklərinin liderləri çox vaxt Qarevli tayfasından olurdu. Buradan belə çıxır ki, Qarevlilər at belində ox atan, vurğaçı mükəmməl edən, qorxusuz savaşçılar olublar. Qarevlilərin sadiq olması isə Ankara döyüşündə öz təsdiqini tapır. Ankara savaşında Osmanlı Sultanı Bəyazıd çox türk tayfası xəyanət edərkən Qarevlilərin onun tərəfində savaşdığı bəllidir. Bəs Qarevlilərə nə oldu? Türkiyə, Azərbaycan və Türkmənistanda yaşayan bu xalqın çoxu digər türk xalqları ilə qarışdı. Bu gün Türkiyədə çoxu Kastamonu bölgəsində yaşayır. Bəziləri isə kiçik icma formasında yörük türkmənlərinin içindədir. Giresun'dakı kiçik və böyük Qaralılar da Qarevlilərin davamı sayılır. Çorlu, Təkirdağ, Alanya, Maraş, Hamid, Təkə, Siz, Sinop və Niğdə bölgələrində Qarevlilərə aid arxiv qeydləri vardır. Azərbaycanda isə Ağcabədi, Zərdab, Ağsu, İsmayıllı, Şamaxı, Balakən kimi rayonlarda Qaravəlli kəndləri var. Burada əsas detal budur ki, Qaravəlli Qaravəlidən gəlir, yoxsa Qaraevlidən gəlir? Türk dillərində qoşa sait yan-yana gəlməz. Alınma sözlərə məxsus bu xüsusiyyəti türklər zamanla öz ağızlarında dəyişirlər. Məsələn, Rasimə İrasim deyir, çünki türk dilində r səsi ilə söz başlanır. Buna görə də Rusiyaya Urset deyir. Yəni Qarevlidəki a və e-nin arasında v gətirilə bilər. Yəni Qaraevli sözü a-nın e-ni yan-yana qoyduğuna görə qədim türklər təbii ki danışaraq zamanla v-nı çıxarıb a-nın e-nin arasına gətirə bilər. Əgər bunlar Qaravəli ilə bağlı olsaydı, bu İranda və Azərbaycanda çox rast gəlinən Qaravəlililər şəklində və ya Qaravəlili kimi adlandırılardı. İnsan adı toponim olarkən filankəsin törəyi kimi ifadə edilir. Yəni Qaravəlili və s. Əgər bu kəndlərin bəziləri həqiqətən Qaravəlidən gəlirsə, təbii ki buna söz yox. Qara təxəllüsü türk təxəllüsü olduğundan ola bilsin ki, başqa bir türk tayfasına məxsus şəxsin törəyi orada artıb. Qarevli kəndləri arasında ən böyüyü və ən çox əhaliyə sahib olanı Ağcabədi rayonunda yerləşir. Yaşayış məntəqəsi olaraq 400 ilə yaxındır var olan bu kənd belə hamısının Qarevli türklərindən gəldiyi tam dəqiq deyil. Amma versiyalar vardır. Ağcabədi ümumiyyətlə Aran, köçəri türklər üçün heyvandarlığa uyğun olduğundan Oğuz Qıpçaq tayfalarının yerləşdiyi bölgə olub. Türklərin İranın hakimi olma səbəbləri də budur. Onlar iki dağ arası bölgələrin münbit təbiətindən istifadə edərək həyatda qalmalarında ən əsas amil olan heyvanlarını otarırlar. Hətta ən qədim türklərdən sayılan Oğur Bulqarları belə 5-6-cı əsrdə köç edərkən Azərbaycanda Qarabağı və Aranı seçiblər. Buna görə də Qarevlilərin böyük ölçüdə Arana yerləşməsi inandırıcıdır. Məntiqlə düşünsək bunu görürük ki, Qarevlilər və Bayatlar qardaş boylardır və çox vaxt yaxın ərazilərdə yerləşirlər. Hacılar kəndinin əhalisi Bayat türklərdir və Qarevlilərlə eyni soydan gəlirlər və çox yaxın yerləşirlər. Ortaq kültür onları bənzər yerlərdə yaşamağa məcbur edir. Başqa bir fakt adət-ənənələrdir. Oğuz türkləri İslamı qəbul etdikdən sonra uzun müddət öz qədim dinləri olan tenqirçiliyi davam etdiriblər. Şəhərlərdə yaşamamaları və yaşayış tərzlərini son əsrlərə qədər saxlamaları onları oturaq kültürlərin təsirindən böyük ölçüdə qurtarmışdır. Onlar hələ də döyüşçüdürlər. Qədim tanrıçılıq ilə İslam qarışaraq sinkretik bir inanc yaradıb. Oğuzlar böyük ölçüdə ona inanırlar. Məsələn, üzərlik, 40 gün yas saxlama və s. kimi adətlər hələ də onlarda qalıb. Biz indi bilirik ki, nə İslamda, nə İran kültüründə 40 gün anlayışı var. Yəni bu tam-tamına türklərə məxsus bir anlayışdır. Uşağın 40-ın çıxması, öləndən sonra 40-ın çıxması və digər məsələlər. Burada ən önəmli məsələ türklərin yaşam tərzidir. 3-4 min il əvvəl köçəri olan qədim türklər təbiəti izləyib bir çox hadisənin 40 gündə baş verdiyini görürdülər. Məsəl üçün yazla qış arasında keçid 40 gündə baş verir və bilirsiniz ki, mövsümi dəyişim qədim türklər üçün çox önəmlidir, çünki heyvandarlığın təməli odur, həm də əkinçiliyin təməli odur. Ona uyğun hesablayır bütün həyatını ki, həyatda qalsın, ölməsin. Ona görə də 40 gün anlayışı yetişkinlik simvoludur. Yəni bir şeyin yetişməsi 40 gün içərisində baş verdiyinə görə 40 gün qutsal bir ədədə çevrilib. Ümumiyyətlə 40 qutsal bir ədədə çevrilib. Yetişkinlik simvoludur, hazır olmağın simvoludur. Ona görə də Kürşad 40 əsgəri ilə Çin sarayını basır. Bəlkə də 40 əsgər olmayıb heç. Və yaxud da ki 40 Oğuz, yəni Qırğız xalqı 40 dənə tayfanın birləşməsindən gəlir. Və yaxud da ki Oğuz xan 40 gündə yetişib, böyüyüb, inkişaf edib. Yəni 40 sözü yetişkinliyin simvoludur.
Bir adam ölür, 40 gün ərzində o birisi dünyaya gedir. Bir uşaq doğulur, 40 gün ərzində özünə gəlir, artıq normal bizim dünyaya adaptasiya eləyir. Yəni yetişkinliyin simvolu sayıldığı üçün 40 gün anlayışı bizdə var. Amma müasir dövrdə artıq bu istər-istəməz qədim mədəni qalıq olduğuna görə dəyərsizləşib. Qarevlilər tarix boyu dövlət qurmayıblar. Ya da qurublarsa da biz bilmirik. Çünki bilirsiniz ki, türk tarixini biz digər xalqlardan öyrənirik böyük ölçüdə. Məsələn, İran mənbələrindən və yaxud da ki, Çin mənbələrindən, Hind mənbələrindən, Roma mənbələrindən biz türk tarixini öyrənirik. Çünki köçəri insanlar bunu çox vaxt yazmır. Yəni bu qaçılmaz bir gerçəkdir bu. Təəssüf ki, belədir. Çünki siz belə düşünün, bütün gün köçdəsiz, bütün gün savaşdasınız. Oturaq bir yaşam tərziniz yoxdur ki, bu tip işlərə vaxt ayırasınız. Təbii ki, yazanlar var, Bilgə xan yazıtları var, amma o belə bir yasadır əslində. O belə bir qanunnamədir ki, köçəri xalqlar o daşları görsünlər. Fikir verin, daşa yazır. Niyə daşa yazır? Çünki yox olmasın, məhv olmasın deyə. Oradan keçən xalqlar onu görüb öyrənsinlər, oxusunlar ki, mən kiməm, bu lider kimdir, bu ölkənin başçısı kimdir, bunlar nə istəyir bizdən, bu bilgələr, müdriklər bizdən nə istəyir bu ağsaqqallar. Bunu anlasınlar deyə. Ona görə də Qarayevli türkləri haqqında biz konkret bir mənbəyə sahib deyilik ki, hardasa bir dövlət qruplar ya yox. Böyük ehtimalla qruplar, hardasa da olsa bir xanlıqları olub və yaxud da ki, hansısa bir xanın ən önəmli insanları olublar. Amma təəssüf ki, əlimizdə mənbə yoxdur və tarix böyük ölçüdə mənbələr üzərindən yeriyir. Yəni biz istəklərimizə görə bir şey demirik. Təəssüf ki, əlimizdə mənbə yoxdur, ona görə çox danışa bilmirik və Qarevlilərin sayı çoxdur, belə baxanda həqiqətən çoxdur. Bu da onu göstərir ki, ya adları dəyişib. Məsələn, konkret hansısa bir lider, bugün bildiyimiz bir lider Qarayevli ola bilər. Amma sırf adı dəyişib deyə biz bilmirik ki, Qarayevli ya tayfanın adı dəyişib. Ya da ki, düşünürəm ki, sırf legitimlik haqları olmayıb deyə hakimiyyəti tutmayıblar. Ya da aralarından biri çıxıb legitim olaraq mən birinciyəm deməyib. Bilirsiniz ki, Qınıq boyundan Səlcuq bəy onu elədi, amma Qarevlilərin arasından belə biri çıxmayıb. Ona görə də deyə bilmərik ki, dövlətləri olub və yaxud olmayıb. Və beləliklə söyləyə bilərik ki, Qərəvəlli kəndi Qarevli türklərinin davamçılarıdır. Eyni zamanda bunu da bildirmək istəyirəm ki, Ağcabəddə ən intellektual bazaya sahib olan kənd yenə Qərəvəlli kəndidir. Bir növ həminki o elit Oğuz statusunu daşımaqda davam edir. Fərdlər nə qədər güclü, zəki, ağıllı olsa da, birlik olmadan bir toplum irəliləməz. Yəni, toplumun içindəki fərdlər birlik olmadan onların şəxsi keyfiyyətləri uğurlu nəticəyə varmaz. Ona görə də Qərəvəlli cəmaatına birlik arzulayıram. Azərbaycandan danışdıq, indi də keçək Türkmənistana. Türkmənistandakı Qarevlilər zamanla iqtisadi olaraq çökdükləri üçün başqa tayfaların içində əriyib gediblər. Yəni, birliyin olmaması Türkmənistandakı Qarevlilərin assimilyasiyasına səbəb olmuşdur. Yəni belə videomuz sonlandı. Gördüyünüz kimi şərqdə başlayan bu böyük köç sonda Azərbaycanda, Türkiyədə və Türkmənistanda bitdi. Mən də bu tayfanın bir nümayəndəsiyəm, ona görə də bu videonu hazırlamaq mənə çox həzz verdi. Və bir şey də demək istəyirəm, öz kəndimdən tanıdığım bir çox insan özünə türk demirdi. Təbii ki, bunun bir çox təsiri var, həm rusların təsiri var, həm cəhalətin təsiri var, həm İran təsiri var. Amma buna rəğmən görürəm ki, get-gedə bu kimi düşüncələr tək mənim kəndimdə yox, bütün Azərbaycanda dəyişir. Onlar kim olduğunun fərqinə varırlar və həqiqətən də bu elə-belə bir şey deyil. Buna tarix deyib keçməyin. Oğuzlar elə-belə bir millət deyil. Sadəcə türklərin bir qoludur və bu bir qol bir çox xalqdan böyük iş görüb. Bütün İran tarixini, Yaxın Şərq tarixini, Anadolunun tarixini, Balkan tarixini, Şimali Afrika tarixini, Hindistan tarixini dəyişib. Bu elə-belə bir şey deyil həqiqətən. Bu çox möhtəşəm bir şeydir. Bunu unutmayın. Ona görə də izlədiyiniz üçün minnətdaram. Ümid edirəm ki, qısa müddətdə öz kəndimi yenidən görərəm. Uğurlar.